Aprelin 23-də Pekində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının sədri Si Cinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub. Əvvəlcə Prezident İlham Əliyev və sədr Si Cinpin Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında birgə bəyanat imzalayıblar. Daha sonra hər iki ölkə arasında bir sıra sənədlərin imzalanması mərasimi olub. Azərbaycanla Çin arasında viza rejimi ləğv olunur. Bununla bağlı aprelin 23-də Pekində Azərbaycan Respublikasının prezidenti ilə Çin Xalq Respublikasının sədri arasında Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub. Mərasimdə Azərbaycan Respublikasının hökuməti ilə Çin Xalq Respublikası hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında sazişi Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov və Çinin Xarici İşlər Naziri Van Yi imzalayıblar.